Mədə keçmə əməliyyatı ilə hansı əməliyyatları birlikdə etmək olar? Öd kisə daşı və diafraqmal yırtıq xəstəliyini mədə keçmə əməliyyatı ilə birlikdə etmək lazımdır. Çünki həmin xəstəliklər qalarsa, mədə keçmə əməliyyatından sonra fəsadlaşmalar yaranar və sonradan təkrar əməliyyat etməyə ehtiyac olar. Ona görə də onlar birlikdə olunmalıdır. Lakin insanları qarın yırtıqları maraqlandırır. Həmin vaxtı insanlar göbək yırtığı, qasıq yırtığı və digər ventral yırtıqları plastikasını etdirmək istəyirlər. Bu məsləhət görülmür. Çünki piyələnmə xəstəliyinə əziyyət çəkən bir insanın dəraltı piy qatı çox olduğuna görə bu zaman istifadə olunan süni tor plastikası uğursuz ola bilər. Ona görə də məsləhətdir ki, mədə keçmə əməliyyatından 1 il keçdikdən sonra bədən tam arıqlayır, dəraltı piy qatı azalır və yoxa çıxır. Bu zaman daha uğurlu yırtıqları plastik edib süni tor ilə bərpa etmək olar.